Bismillahirrahmanirrahim. Bura İmam Rıza Aleyhisselamın ziyarətgahında olan Balasər məscididir. Balasər məscidi İmam Rıza Aleyhisselamın müqəddəs ziyarətgahının qərb tərəfində, yəni İmam Rıza Aleyhisselamın dəfn olunduğu məkanın baş tərəfində, baş nahiyəsində yerləşdiyindən bura Balasər adlanır. Yəni baş tərəfdə olan məscid. Məscid miladi ili ilə 1033-cü ildə inşa olunur. Məscidi inşa edən şəxs Əbulhəsən Əraqi adlı bir şəxsdir ki, Heratın valisi və hakimi olur və onun qəbri şərifi də məhz bu məsciddə yer alır. Məscid Məşhəddə ən qədim və ilk məscid olaraq tarixdə səbt olunub, qeyd olunub. Məscidin İmam Rıza Aleyhisselamın müqəddəs məqbərəsinə tərəf olan divarında Əhl-i-Beyt şairi olan Də'bəl Xuzaidən bir misra beyt ki, İmam Rıza Aleyhisselam barəsindədir, qeyd olunur.